Çox dəyərli izləyicilər, hər birinizi kanalımdan salamlayıram. Bu günləri kərə yağının tortasından çox ləzzətli kurabiyələr hazırlamışam. Gördüyünüz kimi yumuşaq, həm də ovuntulu, ağızda ovulub dağılan kurabiyədir. Tərkibində kişmiş və damla şokolad da var. Hazırlamaq üçün bizə lazımdır 2 stəkan dolu xrustal stəkanı, 200 qramlıq stəkanla bir torta. Gördüyünüz kimi tortanı burada yağlı götürmüşəm. Daha sonra stəkan yarım şəkər tozu, 1 ədəd də ağlı sarılı yumurta. Bunları yaxşı-yaxşı qarışdırıram. Əgər siz şirinliyini biraz az istəsəniz, stəkan yarım pesok yox, 1 stəkan pesokdan istifadə edə bilərsiniz. Daha sonra üzərinə 1 paket qabartma, 1 paket vanil və 2 xörək qaşığı da xama əlavə edib qarışdırıram. Ona görə ki, biraz çox qarışdırıram. İçərisində şəkər tozunun dənələri diri-diri qalmasın. Daha sonra əlavə edirəm qarışımın üzərinə yarım stəkan sarı kişmiş, yarım stəkan qara kişmiş, yarım stəkan da damla şokolad. Təbii ki, siz kişmişlərin miqdarını və yaxud şokoladın da miqdarını artıra bilərsiniz. Sonra üzərindən sonda ununu əlavə edirəm. Burada 3 stəkan un, əvvəlcə 2 stəkan daha doğrusu unu əlavə edib qarışdırıram. Daha sonra 3-cü stəkan unu da əlavə edirəm. Xəmiri yoğururam. Xəmirimiz yumuşaq alındığı üçün tam burada mən 4 stəkan undan istifadə edirəm. Baxın, 3 stəkan undan istifadə elədim. Xəmir çox yumuşaqdır. Yəni yağımız burada, tortamız çox yağlı olduğuna görə xəmir çox yumuşaq oldu. Ona görə 4-cü stəkan unu da əlavə edib yaxşı-yaxşı xəmiri yoğururam. Xəmirimiz burada yumuşaq alınır. Deyim ki, belə sərt xəmir olur, yox. Qəşəng yumuşaq xəmir alınır, yağlı xəmir alınır. Hazır olandan sonra baxın, burada yumuşaqlığını görürsünüz. Tərkibində yumurta 1 ədəd olduğu üçün də çox belə bir-birinə xəmir kimi un yapışmıyor da, belə ovuntulu görünür. Yumuşaq xəmir alınır. Həmən də gözlətmədən kurabiyələri hazırlayıram. Gördüyünüz formada mən həmişə, demək olar, çox vaxt kurabiyələri hazırlayanda şəkər çörəyi formasında hazırlayıram. Ölçüsünü də elə həmən boyda hazırlayıram. Amma siz istəsəniz, yəni müxtəlif formalarda hazırlaya bilərsiniz. Hətta belə yayıb, striçin arasında, yağlı kağızın arasında yayıb, istədiyiniz formada da kəsib bişirə bilərsiniz. Mənim üçün belə rahat olduğuna görə mən elə bu formada hazırlayıram, şəkər çörəyi formasında. Hazırlayıram, listlərə yığıb və 170 dərəcəli sobada qoyuram bişməyə. Burada diqqət edirəm ki, peçenyaların üzü çox qızarmasın. Hardasa bir 20-25 dəqiqəyə bişir. Hər sobanın deməli işləməsini, necə istifadə etməsini daha doğrusu xanımlar özləri bilir. Yəni sobalar müxtəlif olur. Eləsi var 20 dəqiqəyə, eləsi var 25 dəqiqəyə hazır eləyə bilir. Şirniyyatı mən burada hardasa 22 dəqiqə zat belə məndə vaxt apardı bunların hazır olması. Hazır olduqdan sonra da sobadan çıxarıram. Gördüyünüz kimi yağlı, qəşəng kurabiyələr alınıb. Kurabiyələri hazırlayanda da listə aralı-aralı yığmaq lazımdır ki, istər-istəməz bişdikcə biraz yaslanır elə bil. Ki, bir-birinə yapışmasın. Budur, iç görkəmini də sizlərə göstərirəm. Çox gözəl, ovuntulu, yağlı, o qədər gözəl ətri gəlir ki, kərə yağının tortasından hazırlanan bütün şirniyyatlar çox dadlı olur. Hətta kərə yağının tortasından mən biskvit də hazırlayıram, yəni keks hazırlayıram, çox da ləzzətli olur. Əziz xanımlar, siz də bu kurabiyədən hazırlayın, əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkürlər.